Salam. Bu axşamın meditasiya praktikasına xoş gəlmisiniz. Bugün birlikdə iki fərqli minnətdarlıq praktikası edərək günün səs-küyünü geridə qoyub öz daxili aləmimizə səyahət edəcəyik. Gün ərzində hər birimiz bir çox hadisələr yaşasaq da, günün sonunda yalnızca problemləri, çətinlikləri, narahatlıqları xatırlayır və yaşanan müsbət hadisələri və sahib olduqlarımızı göz ardı edirik. Lakin elm sübut edir ki, gün ərzində minnətdarlıq praktikaları ilə həyatımızdakı xırda belə olsa müsbət detallara diqqət yetirmək, beynin müsbət emosiyaları gücləndirən hissələrini aktivləşdirir, stres və depressiya səviyyəsini azaldır, yuxu keyfiyyətini yaxşılaşdırır, əhval-ruhiyyəni və xoşbəxtlik səviyyəsini yüksəldir və hadisələrə daha sağlam baxışla baxmağımıza kömək edir. İndi rahat bir şəkildə oturun və ya uzanın və praktikaya başlamaq üçün yavaşca gözlərinizi yumaraq daxili aləminizə fokuslanın. Gözləriniz yumulu halda təsəvvür edin ki, bəlkə pəncərənin yanında və ya balkonda, bəlkə də təbiətin içərisində çox sakit bir məkanda əyləşmisiniz. Və bu əyləşdiyiniz məkanda ayın yumuşaq işığı sizin üzünüzə toxunur. Ay işığına baxarkən gecənin bu dərin sakitliyini hiss edin. Sanki bütün şəhər və ya təbiət yavaşlayıb. Hər şey biraz daha səssiz, biraz daha yumuşaqdır. İndi ay işığına baxaraq öz nəfəsinizə fokuslanın. Burundan yavaş və dərin bir nəfəs alın və qarnınızın yavaşca hava ilə dolduğunu hiss edin. Nəfəsinizi bir an saxlayaraq, indi yavaşca nəfəsinizi geri verin və hər nəfəs alıb verdiyinizdə bədəninizin biraz da rahatlaşdığını, zihninizin biraz da meditasiyaya dərinləşdiyini hiss edin. İndi ilk praktikamızı eləyərkən bugün minnətdar olacağımız 3 səbəb tapacağıq. Bu səbəblər çox kiçik və ya çox böyük səbəblər ola bilər, fərq etməz. Əsas odur ki, günün içərisindəki müsbət olan, bizə yaxşı təsir edən anları itirməmək, onları yaddaşımıza biraz da qazımaq, onların fərqinə varmaq üçün bu minnətdarlıq səbəblərini xatırlayacağıq. Bunun üçün indi diqqətimizi yavaşca bugün baş vermiş hadisələrə və ya bugün sahib olduğumuz varlıqlara qaytaracağıq. İndi birlikdə ilk minnətdarlıq səbəbimizi tapaq. Bugün sizi xoşbəxt edən və ya sizə dərin bir rahatlıq hissi yaşatmış bir anı xatırlaya bilərsiniz. Kiçik və ya böyük bir səbəb olmasının əhəmiyyəti yoxdur. Sizi gülümsədən, rahatladan və ya sadəcə yaxşı hiss etdirən bir şeyi xatırlayın. Bəlkə səhər içdiyiniz bir çay, günəşin şüalarını hiss etdiyiniz bir an, bəlkə yaxın dostunuzdan gələn bir mesaj, işdə göstərdiyiniz yaxşı bir nəticə, ev heyvanınızla keçirdiyiniz kiçik bir an, bəlkə də aldığınız çox böyük bir hədiyyə. Bu anın sizə verdiyi sakitliyi və xoşbəxtliyi hiss edin. İndi ikinci minnətdarlıq səbəbimizi tapacağıq. Bəlkə də ailənizin dəstəyi, yaxın bir dostunuzun səmimi bir sözü,
insanların bir-birinə yardımsevər bir davranışı, sevdiyiniz kitab və ya film, bəlkə gecə gəzintiniz zamanı hiss elədiyiniz sakitlik və bəlkə də sadəcə ətrafınızda gördüyünüz kiçik bir gözəllik. Bu anın sizə verdiyi rahatlığı, xoşbəxtliyi və sabitlik hissini bədəninizdə hiss edin. Hər gün minnətdarlıq praktikasını etmək, növbəti günlərdə baş verən müsbət detallara dərhal diqqət vermə qabiliyyətimizi artıraraq, psixoloji sağlamlığımıza çox böyük fayda verir. Və indi minnətdarlıq üçün üçüncü səbəbinizi düşünün. Bəlkə özünüz üçün etdiyiniz hər hansı bir şey, gün ərzində bir işi tamamlamağınız, özünüzə kiçik bir istirahət verməniz, sahib olduğunuz maddi və ya mənəvi resurslarınız, öyrəndiyiniz yeni bir şey, sahib olduğunuz bir əşya, çox yaxşı bacardığınız bir bacarıq, öz sağlamlıq vəziyyətiniz, hətta sadə, gündəlik davranışlar, sevdiyiniz bir yemək, bəlkə ayaqlarınızı uzadıb kitab oxuduğunuz sakit bir an. Minnətdarlıq üçün üçüncü səbəbinizi tapdıqdan sonra bu səbəbin hər bir detalını gözünüzün önündə canlandırın və hisslərinizi biraz da dərinləşdirin. Bu praktikanı hər axşam meditasiya və ya yazılı şəkildə təkrarladıqca özünüzdə daha çox sakitlik, dərinlik və xoşbəxtlik hiss edəcəyinizi müşahidə edəcəksiniz. İndi isə növbəti praktikaya keçərkən biraz daha dərinləşəcəyik. Hal-hazırda həyatınızda varlığına çox alışdığınız, bəlkə də artıq çox təbii qəbul etdiyiniz mühüm bir detalı düşünün. Bu sizin fiziki və yaxud da psixoloji sağlamlığınız, çevrənizdəki, ailənizdəki bir insanın varlığı, bəlkə illərdir davam edən bir dostluq, bəlkə hər gün istifadə etdiyiniz bir bacarığınız, sahib olduğunuz maddi resurslar, illərdir sizinlə olan əşyalar, maddi varlıqlarınız və ya sevdiyiniz bir rutin ya da bəlkə də hər zaman sizinlə olan adi bir həyat detalı ola bilər. İndi bir anlıq təsəvvür edin. Bu öyrəşdiyiniz, çox adi qəbul etdiyiniz dəyər və ya bu insan, bəlkə bu bacarıq həyatınızda olmasaydı, necə hiss edərdiniz? Həyatınızdakı o boşluğu hiss edin. Dünyanız necə görünərdi? İndi isə yenidən bu ana qayıdın. Bu dəyər hələ də oradadır, hələ də sizinlədir. Onun yoxluğunu xəyal etdikdən sonra, indi varlığının nə qədər böyük bir hədiyyə və nə qədər böyük bir minnətdarlıq mənbəyi olduğunu daha dərindən hiss edə bilirsinizmi? Bu olmaya da bilərdi hissi, sahib olduğunuz şeylərin dəyərini daha da çox parladır. Və hər gün
Həyatımızda yüzlərlə belə anlar var. Yüzlərlə sahib olduğumuz varlıqlar, yüzlərlə gözəl anlar, minnətdar ola biləcəyimiz yüzlərlə səbəbimiz var. Sadəcə biz onlara diqqət verməyi zaman-zaman bacarmırıq və ya bəlkə də arxa plana atırıq. Bu praktika isə diqqətinizi şuurlu şəkildə sahib olduqlarınıza yönəltməyi sizə öyrədir. Bu minnətdarlıq hissi ilə birlikdə yavaş-yavaş diqqətimizi nəfəsimizə qaytarırıq. Hər nəfəsimizlə minnətdarlıq hissini daha da gücləndirərək, nəfəs verərkən hissin bədənimizə yayılmasına icazə veririk. Üzünüzə yansıyan bu ay işığının sakitliyini hiss edin və bu minnətdarlıq anında zehninizin necə yüngülləşdiyinin fərqinə varın. Və gözlərinizi açmağa hazır olduğunuzda yavaşca gözlərinizi açaraq indi və buradaya qayıdın.